Azərbaycan Rusiyaya nota verib. Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mikhail Yevdokimov Xarici İşlər Nazirliyinə çağırılıb, diplomata nota təqdim edilib. Report xəbər verir ki, Rusiya səfiri ilə görüş zamanı 5 fevral tarixində bu ölkənin Dövlət Dumasının MDB Avrasiya İnteqrasiya Məsələləri və Həmvətənlərlə Əlaqələr Komitəsinin sədrinin birinci müavini, hakim Vahid Rusiya Partiyasının üzvü Konstantin Zatulinin Azərbaycanda Ermənistan vətəndaşlarının məhkum olunması ilə bağlı bəyanatı ilə əlaqədar kəskin etiraz bildirilib və Rusiya tərəfinə müvafiq nota təqdim olunub. Görüşdə Rusiya tərəfi bölgədə sülh və sabitliyə, eləcə də Azərbaycanla Rusiya arasında münasibətlərə zərbə vurmağa çalışan Zatulin kimi şəxslərin destruktiv fəaliyyətinə son qoyulması üçün müvafiq tədbirlər görməyə çağırılıb.